Vaxtınız xeyir olsun əziz pasientlər. Bu günə verilən suallardan biri də ondan ibarətdir. Kişilərə nisbətən qadınlarda artroz daha çox olur, yəni duzlaşma daha çox olur. Bunun əsas səbəbi nədən ibarətdir? Bunu bir neçə faktordan izah eləmək olar. Əsas faktorlardan biri hormonal faktordur. Hormonal faktor nəyə nəzərdə tuturuq? Yəni estrogen qığırdaq toxumasını qoruyur. Qadınlarda menopauza dövründə 40-50 yaşı arası qadınlarda estrogen azalması nəticəsində qığırdaq toxuması zəifləyir. Bu da artrozun əmələ gəlməsinə səbəb olur. Faktorlardan biri də hamiləlik dövründə doğuş zamanı, yəni qadınlarda hormonal boşalma deyirik. Əzələ bağ problemi boşalır. Bu faktor da əsas faktorlardan biridir ki, artroz riskini artırır. Bir də anatomik fərq var. Anatomik fərq nəyə nəzərdə tuturuq? Qadınlarda çanaq fərqli olur. Yəni bu da diz oynağına düşən qeyb bucağının böyük olması nəticəsində qeyri-bərabər yük düşür. Bu da artroz riskini artırır. Bir də qadınlarda kişilərə nisbətən əzələ bağ problemi zəif olur. Bu da əsas faktorlardan biridir. Bir də əsas faktorlardan biri genetik faktordur. Genetik faktorlarda valideynin hər hansı birində sümük problemi varsa, bu ən çox qadınlara keçir. Bu faktorların içində ən əsası, ən vacib olan hormonal faktordur. Yəni çalışın ki, 40-50 yaş arasında menopauza dövründə xəstələr çalışsın ki, həkim nəzarəti altında olsunlar ki, hormonlar yoxlansın və bu problemə yaşanmasın. Çox sağ olun, minnətdarım.